İmam Musa Kazım əleyhissalam xəlifəyə deyir ki, biz Əhl-i Beyt həmişə müttəhimi və həmişə məzlumuq. Həmişə bizi elə şeylərdə ittiham eləyəcəklər ki, onun bizə heç bir aidiyyəti yoxdur. İmam Hadi əleyhissalam xəlifənin sarayında, zindandadır faktiki. Onu sevənlərdən biri gəlir yanına. İndi sarayın şəraiti, zahiri şəraiti necədir? Aydındır ki, onu orada zindanda saxlayırlar. Bir oturur, öz-özünə fikirləşir ki, məlumdur da belə şəraiti qoyub İmam Mədinəyə getməz. Dilinə gətirməmiş İmam bilirdi o nə düşündü. Deyir ki, Mədinənin duz çörəyi mənə dünyanın ən ləziz yeməklərindən əzizdir. Yəni, başa düş ki, mən burada öz xoşumla qalmıram. Bir balaca xoş gündə görsənirsə İmam, qıcıqlanır adamlar. Bu hədis məni çox yandırır deyib, bu cəmaatla neyniyək bilmirik. Dəvət edirik, gəlmirlər, tərk edirik, gedirlər başqalarına tərəf, bədbəxt olurlar. Hətta hədisdə mən görmüşəm ki, İmam Zamanın da qəlbini qan eləyəcəklər. Məsumluq kifayət eləmir ki, deyəsən mən buna itaət eləyim, bu məsumdur, bu gözəl insan diyor. Gərək o məzlum olsun ki, bunun təkəbbürü qırılsın. Siz təsəvvür eləyin, bir zərrə görəndə ki, İmam nədəsə əziyyət çəkmir, azırdılar yollarını. İmam Sadiq əleyhissalam bir neçə dəfə bir qiymətli paltar giyindi, dərhal irad tuturdular ki, bu nə paltardır, sənin babam yamaqlı paltarda gəzib. İmam da ona başa salır ki, cəmaatın səviyyəsinə uyğun yaşayırıq biz. Cəmaatın səviyyəsi ortadırsa, mən aşağı səviyyədə olsam, bu zillətdir. İmamətin şəninə zərbədir. Övliyalara çatanda 100 dənə şərt qoyub, qolu bağlı gedib Muaviyyələrə, Yezidlərə qul olub. Bu bəşəriyyət belədir. Həzrəti Əliyə 100 dənə şərt qoyan küfəlilər Yezidə qolu bağlı qul oldular. Sən yolunu yaxşı bilirsən, Həzrəti Əlidən yaxşı bilməyəcəksən ki. Axırda bunu deyim ki, bacarsaq, biz də biraz oxşayaq onlara. Kaş biz də cəmaatın hidayəti yolunda əziyyət çəkək.